Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu günləri restoranlarda çox məşhur olan badımcan yeməyi hazırlayıram. Bu yeməyimiz üçün mən 1 kiloqram toxumsuz, yumuşaq badımcanlardan istifadə edirəm. Əvvəlcədən təmiz yuduğum badımcanları soyuram və bu formada uzunsov kəsiklərlə aralarını açıram. Kəsikləri düzgün eləmək lazımdır ki, qızardanda badımcan araları yaxşı qızarsın. Bu formada kəsdikdən sonra badımcanların mən ara hissəsini duz səpəcəm və bir 15-20 dəqiqə ərzində saxlayacağım, suyunu buraxsın. Yenidən göstərmək istədim necə kəsdiyimi. Kəsikləri badımcanın lap yuxarı hissəsindən gətirirəm ki, yuxarı baş tərəfi çiğ qalmasın qızardanda. Əgər bura qədər videomuzu izlədinizsə, dəyərli izləyicilər, kanalımıza abunə olun, dəstək olun və bəyən düyməsini basın ki, yeni videolarımızı anında görə biləsiniz. Kəsiklərin ara qatlarını da yaxşı duzluyuram ki, badımcan öz suyunu buraxsın. Bir kiloqram badımcan üçün mən 4 ədəd ağlı sarlı yumurta sındırıram və bunu yaxşı çırpacağım. Bu formada qızartmanı ət yeməklərinin, düyünün, qreşkanın, bulgurun, hər bir yeməyin yanında süfrəyə vermək olar. 15 dəqiqə keçdi. Artıq baxın badımcanlardan nə qədər su çıxıbdı. Bunları mən dəsmal salfetkanın arasına qoyuram. Biraz da burada suyunu siləcəm, qurudacam. Birinci una, sonra yumurtaya, ondan sonra isə çörək qırıntısına, yəni suxarıya batırıb yağa qoyub qızardacam. Və suxarının içində badımcanı yaxşı-yaxşı fırladıram. Ara kəsiklərinə isə əlimlə götürüb yenidən sərpirəm ki, qızardanda badımcanımızın hər bir yeri yaxşı qızarsın. Əvvəldən yaxşı isinmiş yağa badımcanları qoyuram və ara qatlarını açıram, çalışıram ki, hər yeri eyni formada qızarsın. Badımcanın bu formada qızartması çox yeməli olur. Bunu mayonezlə, ketçupla, pomidor sosu ilə, nə ilə ürəyiniz istəsə, ondan süfrəyə verə bilərsiniz. Mən bunun yanında biraz pomidor da qızardacağım. Qatıqdan süzdüyüm yağlı süzmə ilə süfrəyə verəcəm. Bu yeməyin dadı, tamı hər kəsin bişirdiyi badımcan qızartmasından tamam fərqlidir. Bu dadı bilmək üçün ona görə də mütləq bu yeməkdən bir dəfə də olsa bişirmək lazımdır. İnşallah ki, bəyənərsiniz videomuzu və öz fikirlərinizi bizimlə bölüşməyi də unutmayın. Bizi izlədiyiniz üçün hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Yorumlarınız üçün Allah hər birinizdən razı olsun və inşallah növbəti videolarımızda görüşəndə salamat qalın. Allaha əmanət olun.